Süni intellektdən danışaq biraz. Çünki süni intellekt insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların yaradılmasını, insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutur. Həmçinin süni intellekt insanların düşüncə tərzini, onun psixologiyasını, real intellektini modelləşdirən və müasir dövrdə reallaşdıran süni yaradılmış bir sistemdir. Bəzən problemlər də yaşanır süni intellektlərlə bağlı, amma ölkələr hətta faydalı istiqamətdə də bundan istifadə edə bilirlər. Çünki son xəbərlərdən biri ondan ibarət idi ki, Birləşmiş Ərəb Əmirliklərində yeni qanun layihəsi məhz süni intellektin vasitəsilə hazırlanacaq. Sonradan düzdür, insanlar tərəfindən buna əl gəzdirilə bilər, amma qanun layihəsinin əsas hissəsi süni intellekt tərəfindən hazırlanacaq. Digər tərəfdən də Elon Musk'ın bir açıqlaması var idi. Dedi, süni intellekt nüvə silahı qədər təhlükəlidir. Bəlkə nüvə silahından daha təhlükəlidir deyə bir açıqlamadan söhbət gedir. Bu mövzu bizim üçün maraqlıdır. Dedik, İnformasiya Texnologiya İnstitutunun baş direktoru Rasim Əlquliyevlə danışaq. Rasim bəy, xoş gəlmişsiniz. Təşəkkür ederim, dəvətinizə görürəm. Bu açıqlama bir çoxunun diqqətini çəkdi və hələ indi də müzakirələr gedir ki, necə ola bilər süni intellekt nüvə silahı qədər, hətta nüvə silahından daha təhlükəli ola bilər. Siz bunun təhlükəli tərəflərini harada görürsünüz? Birincisi, süni intellektin yaradıcısı insandır. Amma süni intellektin inkişaf tempi, inkişaf belə deyək ki, istiqamətləri göstərir ki, bu artıq get-gedə daha çox intellekti üzərinə götürür, yeni tətbiqlər tapır. Təbii intellektə xas olan digər belə deyək ki, xüsusiyyətləri özündə əks eləyir. Ona görə də bu süni intellektin cəmiyyətin özünün əsasları olan, yəni insanlardan ibarətdir bu cəmiyyət. İnsanların səsi ilə danışmaq, yəni o fake deyirlər də, yalan şəkildə onun səsi ilə danışmaq, onun davranışıdır, onun psixologiyasıdır, onun həyat tərzidir. Cəmiyyəti bir-birinə bağlayan bütün münasibətlər sisteminə, necə deyərlər, süni intellektin müdaxilə etməsi o münasibətləri dağıdır, fərdi həyata daxil olur, insanların fərdi həyatına bağlı məlumatları müxtəlif, necə deyərlər, üsullardan istifadə edib, yaxınların adından zəng eləyir, yaxınların adından istifadə eləyir, onun hansısa bir zəif nöqtəsini tapır, bank kartlarını əlindən alır. Yəni, doğrudan da süni intellektin, belə deyək ki, yaxın gələcəkdə cəmiyyət üçün təhlükəli bir fenomenal texnologiya çevrilməsi üçün, necə deyərlər, heç bir şübhə yoxdur. Əldə kifayət qədər əsaslar var. Əsaslar da var. Ona görə də süni intellektlə bağlı müəyyən addımların atılması bütün cəmiyyətin marağında olan məsələdir. Ölkələrdən asılı olmayaraq beynəlxalq səviyyədə ən çox müzakirə olunan məsələlərdən biri budur. Əlbəttə ki, süni intellekti bu şəkildə, negativ şəkildə təqdim etmək düzgün olmazdır. Çünki digər texnologiyalar kimi, yəni nüvə texnologiyalarının özündən də demək, sülh məqsəddən istifadə edib, necə deyirlər, enerji əldə edib cəmiyyətin inkişafına xidmət etmək olar və ondan da o dediyimiz kimi silah kimi istifadə edib cəmiyyəti dağıtmaq da olar. Məhz buna görə də süni intellekt texnologiyaları digər texnologiyalar kimi hər iki sifəti vardır. Onun müsbət tərəfi də var, mənfi tərəfi də vardır. Sadəcə onun mənfi tərəflərini tənzimləmək lazımdır. Onun üçün də kompleks tədbirlər həyata keçirilməlidir. Qanunvericilikdən başlayaraq onun texnoloji, özü elə o süni intellektin özündən istifadə edərək onun qarşısına alınması, yəni o əks olaraq süni intellektin ziyanlı hərəkətlərinə qarşı elə süni intellekt istifadə edib onun qarşısını almaq üçün də texnologiyalar artıq demək işlənilir. Ona görə də insanın yaratdığı və bütün bu texnoloji yeniliklər ipə-sapa demək ki, gəlməlidir. Necə də o cilovlanmalıdır, tənzimlənməlidir və dediyimiz kimi insanlar da ona hazır olmalıdır. Yəni cəmiyyətdə artıq süni intellektlə bağlı biliklər əlçatan olmalıdır. Hər kəs bu biliyə necə deyərlər, onun müsbət yiyələnməlidir, onun müsbət mənfi tərəflərini bilməlidir. Ona görə də süni intellekt texnologiyaları 21-ci əsrin ən belə deyək ki, yüksək imkanlara malik olan texnologiyasıdır və qeyd etdiyim kimi də bu dayanmır, inkişaf eləyir və dünya ölkələri bununla bağlı artıq öz siyasətləri müəyyənləşdirirlər. Qlobal səviyyədə dünyanın aparıcı dövlətləri, dünyanın əksər dövlətləri təxminən mənim qiymətləndirmələrinə görə 80-ə yaxın dövlət artıq bununla bağlı xüsusi strategiyalar qəbul ediblər, xüsusi təşəbbüslər irəli sürürlər. Yəni sistemli şəkildə kompleks olaraq bu istiqamətdə öz fəaliyyətlərini qururlar. Hər halda müasir dövrü süni
intellektsiz təsəvvür etmək çətin məsələdir. Çünki müxtəlif sahələrə, müxtəlif yox, elə bütün sahələrə demək olar ki, birbaşa təsir göstərən amillərdən, amma digər tərəfdən də bəzən insan həyatına, sağlamlığına mənfi təsirlər göstərir. Məsələn, ölkələrdən biri barədə araşdırma aparılmışdı. Dedilər ki, orada son dövrlər gənclər insani münasibətlərdən demək olar ki, kənarlaşıblar. Təsəvvür edin, hər hansısa bir əks cins nümayəndəsi ilə tanış olub, danışmaq, dərdləşmək əvəzinə səhərə qədər, Türkiyədən bu misal gəlmişdi, səhərə qədər süni intellektlə müxtəlif mövzularda söhbət edən gənclər var və onların sayı günü-gündən artır. Çox güman ki, bu cür problemlər bizdə də yavaş-yavaş formalaşacaq. Bunun qabağını almaq üçün hansı addımlar atılmalıdır? Həm qanuni, yəni qanun layihələri baxımından, həm adiyyəti qurumların atacağı addımlar baxımından. Bir qədər çətin sualdır, mən sizə deyim. Çünki bu virtual məkan meydana çıxandan, internet meydana çıxandan insanlar artıq internetə necə deyirlər, yapışırlar. Yəni, bütün gün internetdə məlumat alırlar, öz maraqlarını təmin edirlər, bəzən ziyanlı məlumat alırlar, bəzən əlbəttə ki, yaxşı məlumat da alırlar, bilik əldə edirlər. Yəni, bu artıq sonsuz bir informasiya dünyasıdır. O ki, qaldı, o dediyiniz süni intellektin, belə deyək ki, timsalında özünə həm söhbət tapır, nə bilim, dost tapır və s. Ona görə də süni intellektin özünün imkanlarından ibarətdir ki, həmin şəxslə təmasda olanda onun psixoloji davranışını, onun özünün psixologiyasını, onun emosiyasını, onun məsələlərə münasibətini sanki onu elə bir ki, modelləşdirir, həmin insanı modelləşdirir, onunla bir həmsöhbət olur. Yəni, adi həyatda kimləsə məsəl üçün dil tapmaq o qədər də asan olmadığı kimi, çünki o da insandır, sən də insansan, hər hərin özünün hissləri var, bəzən alınır, bəzən alınmır. Amma süni intellektin özünə bir xüsusiyyət var ki, o səni izləyir. Sənə uyğunlaşır. Sənə uyğunlaşır, bəli. Səni izləyir, səni elə bir ki, özündə modelləşdirir, sənə xoş gəlmək istəyir, səni istədiyi vermək istəyir. Ona görə də sən o həyatda rastlaşdığın bəzi problemlərin həllini o virtual məkanda o özə həmdən seçdiyin süni intellekt vasitəsilə ödəyə bilirsən. Təbii ki, bu da təhlükəli haldır həm də. Bəli, bu cəmiyyətin ümumən götürsək, ümumiləşdirsək, bunun qlobal səviyyədə gözünün qabağına gəlsə, bəli, cəmiyyətin özünün o sementi olan ki, münasibətlər var, ha, sistemi, onun dağılmasına, onun əsaslarının korlanmasına elə bil ki, insanın bu fiziki olaraq cəmiyyətin özünü sürüyür internet aləminə. İnternet aləmində sənin artıq, belə deyək ki, süni intellekt daşıyıcıları olan varlıqlarla təmasda olursan. Yəni, haradasa cəmiyyətin özü, bizim bu günləri yaşadığımız cəmiyyətin özü elə bir ki, texnologiyalaşır. Yəni, cəmiyyətimizin özü sırf insan cəmiyyəti ilə bərabər, eyni zamanda o internet məkanda olan o süni varlıqlarla bir vahid bir cəmiyyət gəlir, ona da deyirlər sosio-texnoloji cəmiyyət. Bu arada, indi süni intellektin mənfi tərəflərindən danışırıq, amma bir çox peşələri daha da keyfiyyətli eləyir, daha da müasirləşdirir, daha təkmil formaya gətirir. Bir çox sahələrin adını çəkmək olar burada. Azərbaycanda bu yeniliklərin tətbiq olunmasından danışsaq, nələr ön plana çıxır? Biz indi zərərli tərəfləri qoyaq bir tərəfə, müsbət tərəflərindən istifadə edə bilirik, yoxsa yox? Təbiidir ki, bugün Azərbaycanda süni intellektdən müxtəlif səviyyədə istifadə olunur. Ayrı-ayrı layihələrdə biz bunu müşahidə edirik. Cənab Prezident tərəfindən ağıllı şəhər, ağıllı müxtəlif layihələr həyata keçirilməsi, ölkənin enerji infrastrukturun yenidən qurulması, nəqliyyat infrastrukturun yenidən qurulması, yəni ki, süni intellekt texnologiyaları son 10 illiklərdə istifadə olunur. Əlbəttə ki, o arzu olunan səviyyədə deyil və süni intellekt texnologiyaları da o ölkələrdə, o inkişaf edən ölkələrdə demək ki, ona demək ki, lazımı qayğı göstərilir ki, süni intellekt özü toxum kimi bir şeydir. Hansı torpağa düşərsə, onun nəticəsi ondan asılıdır. Əgər torpaq münbütsə, əgər demək ki, onun suyu varsa, ona qayğı varsa, o toxum yetişər. Ona görə də Azərbaycanda aparılan son 20 il müddətində bu rəqəmsallaşma, rəqəmsal infrastrukturun meydana gəlməsi, yəni ayrı-ayrı bütün dövlət qurumlarda insanların həyatında bu mobil telefon, nə bilim, ayrı-ayrı kompüter vasitəsilə rəqəmsal informasiya meydana gəldikcə, üstə gəldə süni texnologiyalar orada özünü tapır, o toxum kimi, bayaqları misal çəkdik.
etdiyim kimi toxum yoğurdu özünü tapır. Eyni zamanda süni intellektlə bağlı müəyyən metodlar var, müəyyən alqoritmlər var. Bunların hamısının gəlməsi üstə də gəl süni intellektlə bağlı insan resurslarının bu günləri arzu etdiyimiz səviyyədə olmasa da, amma müəyyən insanlar var, müəyyən elmi müəssisələr var, ali məktəblər var, ayrı biznes şirkətləri varkən süni intellekt texnologiyasının bu günləri Azərbaycanda müxtəlif layihələrdə, müxtəlif məsələlərin həyata keçirilməsi demək istifadə olunur. Ona görə də Azərbaycan süni intellekt sahəsində belə deyək ki, düzgün yoldadır və bu istiqamətdə də cənab prezident tərəfindən bu yaxınlarda süni intellekt strategiyasının qəbul etməsi, bunun özü də ölkəmizdə ümumən rəqəmsal inkişaf kontekstində süni intellekt texnologiyasının xüsusi diqqətin artırılmasına demək yönəlli bir strategiya qəbul edibdir. Həmin o strategiya çərçivəsində Azərbaycanda həmin o ekosistemin, süni intellekt ekosisteminin formalaşması, buradakı bütün bu dataların, verilənlərin emal olunması, superkompüterin yaradılması, müxtəlif infrastrukturun, bütün bu dataların toplanması və s. Azərbaycanda artıq aparılan bu son 10 illiklər ərzində aparılan bu rəqəmsal siyasətin nəticəsi olaraq belə bir mühit formalaşıbdır. Ona görə də bir nömrəli məsələlərdən biri də əlbəttə ki, sizin qeyd etdiyiniz insan resurslarıdır. Bu insan resurslarını demək formalaşdırmaq lazımdır. Bunun üçün ali məktəblərin, ali təhsil müəssisələrin qarşısında ümumiyyətlə təhsilin məzmununun dəyişdirilməsi, yeni ixtisasların yaradılması, xüsusən də süni intellekt və intellektual sistemlərin yaradılması, bütün bunlar hamısının hədəfi ondan ibarətdir ki, ölkəmizdə süni intellekt texnologiyalarının tətbiqi üçün lazımı dəstək göstərilsin. Üstə gəl də süni intellektin Azərbaycanda artıq yeni, sizin qeyd etdiyiniz kimi, həm onun təhlükəli tərəfi, həm onun müsbət tərəfi, bunları tənzimləyə biləcək normativ hüquqi bazanın yaradılması da strategiyanın qarşısına qoyulan vəzifələrdən biridir. Rasim bəy, bu arada İnformasiya Texnologiyaları İnstitutu sözgedən istiqamətdə hansı fəaliyyətlə məşğuldur, hansı işləri görür? Birincisi, ümumiyyətlə, mən onu qeyd etmək istəyirəm ki, süni intellektlə bağlı Azərbaycanda keçən əsrin 60-cı illərindən başlayaraq tədqiqatlar demək ki, aparılmışdır. Uzun müddət, artıq hardasa bir 60 ildən də artıq müddətdə ölkəmizdə süni intellektlə bağlı müxtəlif elmi nəzəriyyə tədqiqatlar, dissertasiyalar, mövzular aparılmışdır. Hal-hazırda İnformasiya Texnologiya İnstitutunun əsas prioritetləri ümumiyyətlə ölkəmizdə kiber təhlükəsizliyinin təmin olunması, ölkəmizin kiber təhlükəsizliyinin təmin olunmasına bir elmi dəstəyin verilməsi, digər tərəfdən ölkəmizdə formalaşan bu ayrı-ayrı demək rəqəmsal dövlət və onun ayrı-ayrı belə deyək ki, elektron sosial infrastrukturların formalaşması, onun elmi nəzəri probleminin həllinə bağlıdır. Bu yaxınlarda biz rəqəmsal tiblə bağlı konferans keçirəcəyik, orada süni intellektlə bağlı yaxşı bizim deyəcəyimiz sözlər vardır. Müxtəlif şəkildə, yəni demək istəyirəm ki, demək ki, İnformasiya Texnologiya İnstitutu ilə yarandığı gündən bax bu informasiya demək texnologiya müxtəlif aspektlərlə məşğul olubdur. Hal-hazırda da əsas prioritetlərimiz əlbəttə süni intellektdir, onun tətbiqləridir, onun elmi nəzər əsaslarının işlənilməsidir. Data elmləri deyirlər, yəni o verilənlərin özünün demək analitik olaraq emalı, süni intellektin köməyi analitik olaraq emalı, big data problemləri və s. və s. demək istəyirəm ki, artıq demək bizim institutun əsas prioritetləridir. Qeyd elədiniz, müxtəlif sahələrdə Azərbaycanda tətbiq olunur. Hansı sahələrdə Azərbaycandan söhbət gedir? Süni intellektin tətbiqi ilə daha tez inkişaf etməyi biz görə bilərik. Yəni, haralarda tətbiq olunması məqsəd uyğundur? Süni intellekt texnologiyaları hal-hazırda belki neft-qaz sahəsidir, nəqliyyatdır, enerji infrastrukturudur. Müxtəlif layihələrdə əlbəttə ki, süni intellekt texnologiya geniş tətbiq olunur. Amma buna baxmayaraq, süni intellektin əvvəlki o digər informasiya texnologiyalarından fərqi ondan ibarətdir ki, süni intellekt texnologiyaları data istəyir. Yəni, harada data varsa, bu günləri tibb aləmində, səhiyyə aləmində nə qədər data var? Çoxlu data var. İnsanların həyatı ilə bağlı, insanların nə bilim fəaliyyəti ilə bağlı, təbiətlə bağlı, cəmiyyətlə bağlı bütün günü ölkəmizdə data, necə deyərlər, sel kimi qaynayır. Peykdən, Azərbaycanın göydə peyklərimiz var. O peyklər vasitəsilə o məlumatların, yerin üzərində məlumatların toplanması, emal olunması, ölkəmizin müxtəlif sahələr üzrə demək ki, idarə olunmasının keyfiyyətinin artırılması. Yəni, data bu günləri verilənlər mobil telefonlardan başlayaraq bütün bizim fəaliyyətimizdə hər yanda elektron xidmətlər, elektron dövlət, elektron hökumət, nə bilim mən, müxtəlif sahələrdə bu datalara meydana çıxması süni intellektin oralarda tətbiq olunması üçün əsas şərtlərdən biridir. Ona görə də ölkəmizdə rəqəmsallaşma prosesinin dərinləşməsi və bu rəqəmsal platformanın inkişaf etdirilməsi, yəni artıq ölkəmizdə demək olar ki, ölkənin bütün əhalisinin internetə çıxışı vardır. Yəni o bir belə deyək ki, o zəif hissəni kənara qoymaq şərti ilə körpədir, uşaqdır,
yaşlıdır və s. Onları qoymaq bütün insanların internetə çıxışı var. O deməkdir ki, data generasiya eləyir, o deməkdir ki, data əldə eləyir, informasiya əldə eləyir və bunların emal edilməsi üçün çox mühüm şərait vardır. Dövlət siyasəti var, dövlət dəstəyi vardır və zəruri insan resurslarının yetişdirilməsi bütün bunların hamısını daha da yüksək səviyyədə inkişaf etdirilməsi üçün zəmin yaradacaqdır. Çox sağ olun Rasim bəy, təşəkkür edirəm, işlərinizdə uğurlar arzuluyuram, minnətdaram. Studiyamızın qonağı İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev idi. Biz süni intellektin zərərli və zərərli olmayan tərəflərini danışdıq.